Salam əziz dostlar. Bugünkü buraxılışımız mədəniyyət mövzusunda olacaq. Daha doğrusu müasir musiqi mövzusunda. Bu kifayət qədər belə deyək, qapalı çərçivənin mövzusu olur həmişə. Çox belə əslində biz gettoya sığışmışıq belə danışırıq. Amma hər halda bugün bu barədə ətraflı danışmağa çalışacağıq. Hər halda maraqlananlar çox olmalıdır. Çünki sonuncu müasir musiqi festivalı, 3-cü Bakı müasir musiqi günləri çox uğurla keçdi. Lap bu yaxınlarda. İndi biz həmin bu festivalın icraçı direktoru ilə söhbət eləyəcəyik. Müsahibimiz musiqişünas Sara Timurovadır. Xoş gördük Sara. Necəsən? Çok sağ olun. Çok sağ olun Emir Bey. Ben de hamını salamlayıram. Sara, bu mövzuda danışmazdan əvvəl qısaca bir daha xatırladım. Bax dedim də indi 3-cü Bakı müasir musiqi günləri kifayət qədər uğurlu keçdi bu dəfə. Mənə elə gəlir ki, bəlkə subyektiv bir hissimdir. Bu dəfə nəsə daha belə böyük çevrəni əhatə eləyə bildik. Amma mən istəyirəm sən bu mövzunu əvvəldən başlayıb danışasan. Çünki bir neçə il əvvəl Bakı Müasir Musiqi Cəmiyyəti yaradılıb və sən onun icraçı direktorsan. Lap əsaslarında başladığınız qrupdan aparıcı fiqurlardan birisən. Danış bunu lütfən bizim dinləyicilər üçün. Necə başladı bu iş? Çok sağ olun Emir Bey sualınıza göre. Belə deyək də, mən laf biraz da əvvələ gedim. Aha. Çünki istər-istəməz bunun nəyinsə kökündən başlamaq adətimiz var. Deməli, biz bilirik ki, 80-ci illərdən artıq Bakı müasir musiqinin həmişə mərkəzlərindən biri olub. Bu işlər hələ sizin də iştirakınızla bu proseslər həmişə baş verib 90-cı illərdə, 2000-ci illərdə. Amma sanki o sonuncu dəfə Qara Qarayev Beynəlxalq Müasir Musiqi Festivalı 2015-ci ildə ki təşkil olundu. Məncə ondan sonra qəribə bir hardasa 6 illik durğunluq Boşluq başladı. yaranmışdı da açığı. Boşluq yaranmışdı əməli başlı. Yəni müasir musiqi belə bəlkə ara-sıra hansısa tədbirlərdə təbliğ olunurdu, amma bu davamlı bir proses şəklində artıq baş vermirdi. Və bu durğunluğu belə deyək aradan götürən 2021-ci ildə bəstəkar Türkər Qasımzadənin təşəbbüsü ilə yaradılmış Kadenza orkestri oldu. 2021-ci ilin oktyabr ayında bu ideya meydana gəldi ki, belə bir orkestr yaradılsın və sırf repertuara da 20-ci, 21-ci əsrlərin müasir musiqi adlandırdığımız sahəsindən belə deyək, əsərlərindən ibarət olsun. Və Kadenza orkestrinin belə deyək, bədii şurası formalaşdırıldı. Aha. Ki Türkər Qasımzadədən savayı digər bəstəkarlar Ayaz Qəmbərli, Səid Qəni, Tahir İbişov və mən musiqişünas Sara Timurova belə deyək, bu şuranın üzvləri olduq. Və o vaxtdan deməli Kadenza orkestri demək olar ki, şəhərin mühitini məncə dəyişə bildi. Çünki onun belə deyək də tədbirləri, konsertləri təsadüfi ara-sıra baş vermirdi. Bu çox düşünülmüş, konkret belə planlı şəkildə mütəmadi keçirilən konsertlər əsasında. Özü də çox intensiv idi. Bəli, Çox hər ay intensiv idi. konsertlər Hər ay. keçirilirdi. Və bu konsertlərdə dediyim kimi müasir musiqi sahəsinin çox maraqlı əsərləri, həm Azərbaycan bəstəkarları, həm xarici bəstəkarların işarəvi əsərləri repertuara salınırdı, proqram düşünülmüş şəkildə yəni qurulurdu. Amma bundan əlavə mən Kadenza orkestrinin bir maraqlı fəaliyyətini də mütləq qeyd eləməliyəm ki, bir qədər sonra belə bir ideya irəli sürüldü ki, Kadenza həm də maarifçilik fəaliyyətinə başlasın mütləq və bu maarifçilik orta məktəblərdə və universitetlərdə keçirilən konsert görüşlər sayəsində baş verirdi. Yəni bu interaktiv, maraqlı belə bir musiqili görüşlər olurdu uşaqlarla, gənclərlə. Bugünə qədər artıq bu demək olar ki, artıq 4 ildir. Bu proses gedir və 150-dən çox Bakının müxtəlif rayonlarında olan məktəblərdə belə görüşlər keçirilib. Təbii ki, bu çox maraqlı və belə bir işıqlı bir işdir. Çox vacib məsələdir bu. Vacib məsələdir. Almaniyada da belə bir proqram var Sara. Mən yazmışdım bir dəfə bu arada. YEKO adlı proqramdır. Jugend Çox vacib işdir. Uşaqların musiqi ilə ümumiyyətlə yaxından təması. Vacib deyil ki, musiqiçi olsun. Təbii ki, təbii Bu ki. ümumi Yəni bəlkə də onların arasından, yəni gələcəkdə özünü artıq musiqiçi görənlər də Ola bilər, yaranır yavaş-yavaş.
Bu yəqin ki özünü yavaş zaman göstərəcək. İndi dərhal bunun nəticəsi təbii ki bilinmir, amma əminəm ki böyük bir rezonansa gətirib çıxardacaq. Və bu məktəb görüşlərindən başqa, məsələn, Kadenzanın maraqlı layihələri də var idi. Tutaq ki, Kadenza dəvət edir layihəsi var idi ki, xaricdən bəzi musiqiçilər dəvət olunurdu və Hı hı. əməkdaşlıq elə indiyə qədər də davam edir o musiqiçilərlə. Və bu təqribi bir il ərzində Kadenza orkestr olaraq fəaliyyət göstərdi. Və 2022-ci ilin artıq oktyabr-noyabr aylarında belə bir ideya yarandı ki, bu işləri, yəni layihələr genişləndikcə bu işləri idarə edə biləcək bir cəmiyyətin formalaşmasına sanki ehtiyac yarandı. Təbii ki. Və bədii rəhbəri, yəni də Türkər Qasımzadə olmaqla eyni tərkibdə Bədii Şura tərəfindən belə bir cəmiyyət yaradıldı. Bakı Müasir Musiqi Cəmiyyəti. Buna biz adətən qısa olaraq BCMS deyirik, İngilis abreviaturasından götürülüb. Hı hı. Və BCMS-in bir çox layihələri başladı. Məsələn, muzeydə musiqi gecələri. Bunların hər biri haqqında bir qədər məlumat verəcəyim bundan sonra. İndi qısa olaraq deyim adlarını. Muzeydə musiqi gecələridir, müxtəlif portret konsertlər keçirilir. Bundan başqa, deməli, ən mühüm yəqin ki hadisələrdən biri bu festivalın yaranması oldu. Əlbəttə, Bakı bu Musiqi Günləri festivalının bu dünya praktikasında da çox vacib, önəmli bir məsələdir ki, yəni Bakıda da bu mütləq həm də təkcə dünya praktikası deyil, həm də bizim öz ənənələrimizin davamı kimi bu baş tutmalı idi. Və Bakı da simvolik olaraq festivalın adı da Bakı ilə bağlıdır təbii ki. Bunun tarixi belə kökləri də var bu məsələnin. Və cəmiyyət yaranan, bir də 2024-cü ildə elə həmin cəmiyyətin nəzdində Kadenza orkestrından başqa bir də BCMS ansambl yarandı. aha. Ki mütəmadi olaraq orkestrla yanaşı konsertlərdə həmin ansambldə müxtəlif bəzən tərkibi dəyişir, tərkiblərdə deməli çıxışlarını eləyir. Və cəmiyyət ümumiyyətlə öz qarşısına müxtəlif missiyalar qoydu ki, o missiyalarda indiyə qədər davam etdirilir və etdiriləcək yəqin ki. Çünki bu təkcə müxtəlif layihələr vasitəsilə deyil, həm də özünü həmin o festivalda da hər zaman göstərir ki, bu İlk növbədə bəstəkarlıq sahəsində olan yeni axtarışların dəstəklənməsidir. Sonra müasir ifaçılıq məktəbinin inkişafıdır, təbliğidir. Bundan başqa maarifçilikdir. Bayaq dediyim layihə məsəl üçün maarifçiliyin çox gözəl nümunəsidir. Və bir də bir missiya da var ki, məsəl üçün beynəlxalq belə deyək də müstəviyə inteqrasiya etmək ki, müxtəlif nüfuzlu müasir musiqi mərkəzləri ilə, ifaçılarla əlaqələrin yaradılması və s. Və deməli, bu əslində biz indiki bu 4 il prizmasından baxanda artıq başa düşürük ki, həqiqətən də həmin periodda məhz bu cür belə dəqiq qurulmuş təbliğat mexanizminə çox ehtiyac var idi. Çünki bu bayaq da dediyim kimi təbliğat xaotik olaraq deyil, çox ciddi şəkildə strateji düşünülmüş fəaliyyət planı əsasında həyata keçirilirdi. Belə. Sara, bu cəmiyyət haqqında danışdın. Bu il məndə müstəsna bir təəssürat yarandı. Çünki sizin cəmiyyət sanki bu gəncliyin enerjisinin akkumulyasiya edilməsi istiqamətində işləyir. Sanki belə deyək də, tam məsələn başqa cəmiyyətlər falan bizdə konservatizm çox güclüdür də, ümumiyyətlə cəmiyyətin içərisində belə də bu. Amma siz gəncliyin enerjisini özünüzdə akkumulyasiya edirsiniz. Və düzün deyim, bəstəkarlar da məni bu il fərəhləndirdi çox. Həm də musiqi kollektivləri. Məsələn, Əkinçi ilə ilk dəfə tanış oldum mən, Kvarsimli kvartet. Çox, mən özüm yəni violin ifaçısı olmuşam, çox yaxşı bu problematikanı dərindən bilirəm. Yəni həm də festival daxilində workshop keçirildi və tələbələrin, gənc demək, yetişən bəstəkarların əsərləri belə deyək də, böyük ansambllər tərəfindən yoxlanılır, prob edilir. Yəni prova yəni alman dilində məşq deməkdir. O biraz öyrəşmişəm buna. Sınanır belə deyək də. Bu çox maraqlı məsələdir. Siz faktiki, yəni bizim gələcəyimizi planlayırsınız da. İncəsənət tək musiqi yox, çünki müasir çağdaş musiqi incəsənətin bir çox sferalarını əhatə eləməkdədir artıq. Yalnız akustika yox, elektroakustik, teatral və başqa ədəbiyyatı da bir çox sahələri əhatə eləyir.
Siz lap gəncləri demək öz sıralarınıza daxil edirsiniz. Bu məqsəd kimi qoyulmuşdu da əvvəldən gəncliyin enerjisini akkumulyator Ə, edin. Yəni məqsəd bayaq dediyim kimi əslində müasir musiqinin təbliğatı, təşviqatı, onun inkişafıdır və təbii ki, biz müasir deyəndə, yəni sizin də düşündüyünüz kimi gənclik gəlir insanın gözünün qarşısına. Və həmin bu gənclik enerjisinin belə deyək də düzgün yönləndirilməsi mi deyim? Yəni yəqin ki, bu cəmiyyətin fəaliyyətinin məhz bu düzgün yönləndirilmə sahəsində də təsiri olmalıdır, ümid edirəm. Və yəni həm də bu festivalın da konsepsiyasında özünü göstərir. Sizin o dediyiniz gənclik enerjisi. Məsəl üçün tədbirlər gün ərzində bir tədbir deyil. Məsəl üçün bir neçə tədbir keçirilir həmin festival çərçivəsində. Bu özü də maraqlı bir hadisədir ki, yəni insanlar sanki bir həftə ərzində bir musiqi bayramına qoşulurlar və onlar həmin o belə deyək də enerjilərini konsertlərə, tədbirlərə getməklə sərf edirlər. Bu hamısı təbii ki, həmin o gəncliyə lazım olan və yaxud da festivala lazım olan gənclərin belə maraqlı bir tandemini yaradır. Və ümumiyyətlə, yəni BCMS-in fəaliyyəti mən də çox ümid edirəm və düşünürəm ki, həqiqətən də gələcəyi belə deyək də hansısa çox pafoslu istəmirəm səslənsin, amma doğrudan da düşündüyümü deyirəm ki, hansısa mənada gələcəyi yazan bir işlər görür musiqi sahəsində sırf. Və bir də mən indi əslində istəyərdim sizinlə festival mövzusuna detallı keçməmişdən qabaq biraz yəni belə deyək də cəmiyyətin axı fəaliyyəti təkcə festivalla bitmir də. Yəni istəyərdim biraz Təbii ki. başqa məsələlərə də toxunaq ki, yəni maraqlısı odur ki, siz keçən il festival bitən kimi musiqişünas professor Zümrüd Dadaşzadə ilə söhbət apardınız və həmin söhbətdə siz sanki maya qədər olan 2024-cü ilin maya qədər olan durumundan danışdınız. Orada festivala da geniş şəkildə toxunuldu cəmiyyətin işlərinə də və istəyərdim əslində elə həmin məqamdan artıq bugünə qədər olan bir periodda, belə deyək də konsert mövsümündə baş verənlərdən də biraz məlumat vereyim ki, festival bitəndən sonra, yəni yay tətili dərhal başlamır. Kadenzanın və cəmiyyətin işləri yenə də davam etdirilir. Məsələn, keçən il yay ərzində Ustaddan Tələbəyə adlı maraqlı bir konsert keçirildi. Gitara müəllimi Elmar Sultanovun Elmar tələbəsi Raul Sultan. Hüseynovun, bəli, çox parlaq bir müəllimlərimizdən biridir. Raul Hüseynovun konserti keçirildi. Bu da Muzeydə Musiqi Gecələri layihəsinin çərçivəsində baş verdi. Və sonra məsələn sentyabr ayında Kadenza Orkestri ənənəvi olaraq Üzeyir Hacıbeyli Beynəlxalq Musiqi Festivalında çıxış elədi. Maraqlı proqramla, fərqli proqramla. Bundan sonra məsələn bəstəkar oktyabr ayında bəstəkar Ayaz Qəmbərlinin portret konserti təşkil olundu Muğam mərkəzində. O da dövrümüzün çox maraqlı bəstəkarlarından biridir. Və ümumiyyətlə bu Muzeydə Musiqi Gecələri layihəsi il boyu davam etdirilir və burada müxtəlif bəstəkarların portretləri sərgilənir dinləyicilərə. Məsələn, bu Gözəl il ərzində proyektlər, gözəl layihədir. bəli, həqiqətən gözəldir. Çünki dinləyiciləri tam olaraq bəstəkarın portreti ilə həqiqətən də tanış eləyir. Çünki formatı da elə qurulub ki, təkcə əsərlər ifa olunmur, kamera musiqisi ifa olunmur. Həmçinin də bəstəkar özü də səhnədə iştirak edir, ona suallar yönləndirilir moderator tərəfindən və belə bir çox canlı bir maraqlı tədbirə çevrilir. Bunların içində məsəl üçün Cavanşir Quliyevin, Firəngiz Əlzadənin, Aydın Əzimov və Cəlal Abbasovun portretləri keçirildiklərində. Sonra məsələn cəmiyyət müxtəlif növ təqdimatlara da rol verir. Məsələn bu il ərzində maraqlı iki təqdimat oldu ki, biri Ayaz Qəmbərlinin 6 uşaq piyesi məcmuəsinin təqdimatı idi. Yəni bilirik ki, uşaq repertuarı musiqi məktəblərində biraz problemli məsələdir. Bunu dərc etmişdi Bakı Müasir Musiqi Bəli, Cəmiyyəti. bəli, Gənclər üçün bəli. deyil. Bu Bəli, Bakı Musiqi dərc Cəmiyyəti etmişdi. həm də dərc eləyir.
Aha, düz vurğuluyursunuz. Dərc etdikdən sonra da təqdimatını keçirtdi konsert formatında. Və bir də çox parlaq pianoçulardan biri Humay Qasımzadənin Hı hı. diskinin də təqdimatı o da konsert formatında keçirildi. Bəs orada daxil olan elə sizin də iştirakınızla həmin o bəstəkarlar öz əsərləri haqqında da bir qədər məlumat verdilər. Və bundan başqa deməli dekabr ayında çox maraqlı bir layihə baş tutdu. Bu da Aksiyonov ailəsi fondu ilə idi. Onlar cəmiyyətə müraciət edərək Contempo müasir musiqi burada və indi adlı layihəni məhz Bakıda keçirməyi təklif etdilər. Və bu tədbir çərçivəsində dəyirmi masa da təşkil olundu ki, orada müxtəlif iştirakçılar tərəfindən həm Rusiyada, həm də Azərbaycanda hazırda müasir musiqinin durumu bir qədər müzakirə olundu və axşam da musiqişünas Yaroslav Timofeyevin moderatorluğu ilə çox maraqlı çıxışları fonunda deməli MASM, yəni Moskva müasir musiqi ansamblı və Engaged vokal ansamblı tərəfindən müxtəlif bəstəkarların əsərləri səsləndi və onların içərisində Azərbaycandan da Türkər Qasımzadə və Səid Qəninin əsərləri səsləndi. Çox maraqlı bir tədbir idi. Və bir də cəmiyyətin belə bir maraqlı istiqaməti də var ki, tədbirlərə müxtəlif adlar, başlıqlar verir. Bu da proqramlılığı təmin edir. Və proqramlılıq da demək, konsertin konsepsiyasını müəyyən edir. Məsələn, bu və bəzən yox, çox hallarda da həmin o layihələr davamlı olur. Məsələn, bu il artıq Kiçik Dəniz küçəsi 2 və Kəsişən xətlər 2 adlı konsertlər də təşkil olundu. Bundan başqa bir də çox mühüm bir layihədir ki, Call for Scores. Siz bayaq buna Bu gənclər üçündür. Hı hı. bəli, öz söhbətinizdə də toxundunuz. Yox, təkcə gənclər deyil. Bu Kadens artıq 4-cü dəfə bu il onu keçirtdi. Hı hı. Call for Sports workshopuna dünyanın yəni orta yaşlı bəstəkarlar da göndərə bilər. Yəni hansısa bir yeni əsər bəstələyib onun məhz qiraət olunmasını istəyən bəstəkarlar dünyanın bir çox ölkələrindən müraciətlər olur, müxtəlif partituralar göndərilir və münsiflər heyəti həmin bədii şura tərəfindən məsələn 4 əsər seçilir və həmin əsərlər mart ayında qiraət olunur. Və sonra qalib seçilən əsər də Kadenzanın növbəti konsertlərindən birində ifa olunur. Orkestr tərəfindən və yaxud da ansambl tərəfindən, yəni baxır elan olunmuş belə deyək tərkibə. Amma bu məsələ də maraqlı tərəfi də odur ki, Call for Scores həm də festival çərçivəsində də artıq ikinci dəfədir ki, beynəlxalq formada keçirilir. Yəni məsələn dəvət olunmuş keçən il Masım idi. Bu ildə Almaniyadan olan Der Gelbe Klang da həmin layihəni sanki bir qolu kimi workshop elədilər, təşkil Hı hı. elədilər. Burada tələbə bəstəkarlar, sizin də bayaq qeyd etdiyiniz kimi, tələbələr öz əsərlərini, partituralarını və yaxud da partituradan hər hansı bir parçanı verirdilər ki, yəni ansambl onu qiraət edir və bu doğrudan çox maraqlı idi. Tələbələrin arasında məsəl üçün istəyərdim ki, Fatimə Məmmədzadədir, Nigar Süleymandır, Əli Cəfərzadə, Afaq Xaqani qızı və bir də Arsalan Nəvvab adlı tələbələrin maraqlı işləri təqdim olundu ansamblə. Bu əminik ki, yəni bu workshop bəstəkarların da xatirində çox maraqlı, bir işıqlı bir xatirə kimi həmişəlik qalacaq. Çünki bu onlara böyük bir təcrübə qazandırır. Bu Və il əladır. ildə Düzünü deyim, bizim vaxtımızda belə şeylər təəssüf yox idi. çox 90-cı imkanlar illərdə. genişlənir təbii ki. 90-cı illərdə təəssüf ki, vəziyyət tamam başqa idi. İndi də oradan da tələbələrimiz üçün geniş imkanlar Hı, yaradır. Sara, bir bəli. qədər də istəyirdim danışım. Bu sən konsepsiyadan danışdın. Hı Sizin -hı. festivalın, indi sizin qrupun keçirdiyi festivalın mahiyyəti barədə Hı mən -hı. qısaca bir müqayisə kimi də aparım. Söhbətin əvvəlində dedi ki, ilk öncələr demək 80-ci illərin ortalarından Bakara ansamblı, bu Fərəc müəllim Qarayevin, bir də Rauf Bəli. Abdullayevin bir yerdə, bir də Alek Felzerin bir yerdə təşkil etdiyi kamera orkestri idi. O müasir musiqini o zaman SSR dövründə təbliğ eləyirdi. Ondan sonra müasir dövrümüz gəldi. Yəni müstəqil Azərbaycan dövründə Sanor ansamblı bizim təşəbbüs Bəli. mərkəzi. Biz də düzün deyim, yəni Hı -hı. çalışırdıq Bu ki, işlər müasir görürəm. musiqini, bir də Bəli. bizim bəstəkarların yeni əsərlərini ifa eləyək, amma çox Hı -hı. çətin idi. Düzün deyim, bizim özümüzə də çox çətin idi.
e, Hı hı. mühafizəkar fikir var idi cəmiyyətdə ki, ümumiyyətlə də musiqiyə baxışda. Sonuncu misalı isə Qaray festivalı ilə Bakı müasir musiqi günlərini bir qədər təxmini əlbəttə müqayisə etmək istəyirəm ki, mən yadımdadır Fərəc, mən o festivalın koordinatoru olmuşam həmişə. Və Fərəc müəllim həmişə mənə deyirdi ki, o bədii rəhbər kimi, bizim festivalın məqsədi yalnız 20-ci əsr klassikasının, müasir çağdaş musiqi klassikasının ifasıdır. Bizim cəmiyyətin o Bəli, möhtəşəm əsərlərlə hansı ki bəli, 50 ilin, bəlkə 70 ilin süzgəcindən keçmişdilər. Schönberg, Xenakis, Ligeti, Stockhausen, böyük dahi bəstəkarların əsərləri. Ultramodern əsərlərə o icazə vermirdi. Demək olar ki, bir neçə proyekt müstəsna olmaq, istisna proyektlə çox çətinliklə razılığını vermişdi. Əsasən o deyirdi ki, biz dünya klassikasını ifa eləyəcəyik. Ona görə festivalın səviyyəsi müstəsna idi. Çünki o əsərlər, deyirəm də, uzun illərin süzgəcindən keçmiş əsərlər idi. Özü də böyük bəli. bəstəkarlar yaratdı. Sizin festivalda isə tamam başqa bir konseptdir. Ultramodern əsərlər səslənir. Bugün, indiki bax bugün Bəli. yazılmış bəstəkarların qələmindən çıxmış əsərlər və burada təbii ki, yəni hamımız insanıq, onu zaman göstərəcək. Kimin əsəri qala bilər tarixdə, zaman da çox amansızdır. Ola bilər ki, əsərlərin səviyyəsi müxtəlif olsun. Və bu Hı hı. mənada böyük risk altına girmisiniz siz. Yəni demək olar ki, çox az, düzdür, klassiklərdə ifa edilir. Bu il Krambın əsərləri müstəsna bir səviyyədə, çox yüksək ifaçılıq səviyyəsində nümayiş olundu. Amma Krampdan başqa digər bəstəkarlar hamısı çağdaş dövrün idi. Bu böyük bir Hı. riskdir. Riski hiss eləyirsinizmi yoxsa Düzdür, risk var həqiqətən də. Siz çox düzgün müqayisə elədiniz ki, mən elə festivalın açılışında öz çıxışımda da bunu vurğulamışdım ki, bu festivalın fərqi də, özəlliyi də ondadır ki, biz elə indiki zamana, müasir musiqiyə güzgü tuturuq da. Yəni burada siz demiş, məsələn, Qara festivalla müqayisə elədikdə, mən də tamamilə razıyam ki, yəni o festivalda ə, belə deyək də ifa olunmuş əsərlər həqiqətən də artıq təsdiqini tapmış ə, Təbii. və Klassikaya çevrilmiş də belə deyək. Adı klassik olmuş klassik. əsərlər idi. İndiki festivalda isə məhz bugünkü proseslər işıqlandırılır. Ə, mən düşünürəm ki, indiki zamanda yəni məhz bu cür festivala ehtiyac var. Çünki bir zaman o qədər tez inkişaf verir ki, yəni hadisələr o qədər tez baş verir ki artıq. Biz bir üslubun üzərindən düşünə bilmirik. Biz məsəl üçün 50 il gözləyib ki, bir əsər tarixdə qalsın, biz onu sonra ifa eləyək. Bunun üçün sanki biraz gecikə bilərik də. Yəni Əlbəttə. bu festival da zamanla ayaqlaşmalıdır mütləq şəkildə və ə, yəni elə deyil ki, məsəl üçün çox riska gedərək zəif hesab olunan əsər də salına bilər. Təbii ki, bu elə bədii şura da ona görədir ki, istər-istəməz nəzarət eləsin əsərlərin səviyyəsinə. Amma hər bir halda mən elə o çıxışımda da demişdim ki, bizim festivalın fərqi ondadır ki, burada obyektiv, dürüst şəkildə indi nə baş verirsə onu göstəririk. Artıq yenə də həmin Dəqiq. zaman göstərəcək. Dinləyicinin öhdəsinə hansısa mənada biraz məsuliyyət qoyulur ki, bəyənmək düzgün deyil də. Yəni bu musiqini belə deyək də dinləyici də yaşada biləcəyimi gələcəkdə, istəyəcəyimi yenə dinləsin. Və yaxud da bəstəkarlar özləri bu yolla getmək istəyəcəklərmi? Bunun da üzərində belə deyək də düşündürən bir festivaldır. Çox maraqlı insana təcrübələr yaşadan bir festivaldır. O bizə imkan yaradır ki, biz həqiqətən də yenilikləri kəşf eləyək, qorxmayaq, daha cəsarətli olaq belə deyək. Amma eyni zamanda burada səslənən əsərlərin mütləq şəkildə konsepsiyası, yazıldığı belə deyək, texnikaları, texnologiyaları, bunlar hamısı təbii ki, çox maraqlı olan əsərlər seçilir. Yəni bu belə deyək də əsərin sinopsisi oxunur, bəstəkarın ümumiyyətlə hansı səviyyədə, hansı peşəkar bacarıqlara malik olduğuna nəzarət edilir və s. Bu vacib məsələdir və festival artıq ilk gündən qoyduğu həmin o ənənələri də bu gün də davam etdirir. Yəni 3 festival keçib, proqramları nə qədər rəngarəng, fərqli, maraqlı olsa da,
hər dəfə o lap əvvəldə dediyim o missiyaları da mütləq özündə ehtiva edir ki, məhz o bəstəkarlıq məktəbində olan yenilikləri, axtarışları göstərir və hər tərəfli, yəni inkişafa, təkana səbəb olur, düşünürəm. Sara, minnətdaram bu söhbət üçün. Bir şeyi də sonda qeyd eləyim, yəni müşahidəmi mən özüm Bakıda yaşamıram axı, mən gəlirəm ora yalnız. Hı hı. Kənardan bəlkə daha qabarıq görünür bu. Bir də zamanı müqayisə edirəm bizim Sanorun fəaliyyət göstərdiyi zamanla indini. Sizin bir neçə illik fəaliyyətiniz dövründə mən sənə demişdim bunu şəxsi söhbətimizdə də. Hı hı. Siz sanki ictimai fikri bir qədər dəyişdirə bilmisiniz. Çünki mən yadımdadır biz nə qədər əvvəla bu qədər intensiv ifa eləyə bilmirdik. Çünki çox çətin idi o zaman repertuarı da tapmaq, proqramla da çətinlik çəkmək, ümumiyyətlə də təşkilat çətinliklər var idi. Amma ictimai fikir belə idi ki, bu nədir? Bu nə musiqidir? Belə musiqi mi olar? Musiqi olar melodiya falan. Yəni hətta bir yaşlı xanım bir konsertdə necə gəlib çıxmışdı ora bilmirəm, mənə demişdi ki, siz ümumiyyətlə Mozart'ı eşitmisiniz? Hatta belə bir yəni belə fikirlər var idi o zaman ki, bu ümumiyyətlə söhbət heç bizdən də getmirdi. Stockhausen Təbii ki, yaxud bütün Berlioz-dan, dünyada. yaxud o birisindən. Yəni belə idi. İndi isə siz bu ictimai fikri sanki bir qədər dəyişdirə bilmisiniz. Vektor dəyişib ictimai belə. Ola bilsin ki, bir çox adam yenə də elə hesab eləyir, amma Bəli, artıq bunu dilə gətirməyə çətinlik çəkirlər. Çünki bu çəkinirlər. artıq dünya klassikasından təkan alıb gələn bir hərəkatdır və artıq danışmaq ki, yəni gəlin yenidən tutaq ki, impressionizmə qayıdaq. Hərçənd impressionizmin notları orada da hiss olunur. Neo-impressionizmin başqa bir formada, yaxud musiqidə millilik anlayışı biz 20-ci əsrdən sonra gördük ki, bu millilik anlayışı yoxa çıxan deyil. Fransız spektralizmində də özünü göstərir, yaxud Alman ekspressionizmi sonra gəlib Stockhausenin yaradıcılığında özünü başqa bir formada təzahür edir, sırf Alman musiqisi kimi. Yəni siz fəaliyyətinizdə sanki bu ictimai fikirdə, musiqi ictimaiyyətinin fikrini dəyişə bilmisiniz və bunu yalnız alqışlamaq olar. Çox sağ olun. Yəni mən də elə düşünürəm ki, belə deyək də biraz bəlkə ə, böyük səslənər, amma trendə çevirə bilirik müasir Doğru, musiqini tam məncə. doğru. Və bilmirəm əslində müasir musiqinin buna ehtiyacı varmı? Bilmirəm. Amma Bizim ölkədə hər yəqin ki halda var idi də, bizim cəmiyyətdə hər var halda idi. yəni məhz bu trendə çevrilmə məsələsini deyirəm. Təbii ki, təbliğata böyük ehtiyac var, amma bu gənclər arasında trendə çevrilməsi özü də yəni bu 4 illik fəaliyyətin yəqin ki nəticəsidir. Yəni ümid edirəm ki, bundan da artıq nələrsə baş verər və bu proseslər həqiqətən də başlanıb. Bir də mən əslində bayaq bir məqama da toxunmaq istirdim ki, siz lap əvvəldə qeyd elədiniz, mən də o düşüncədəyəm ki, indiki incəsənət multidisiplinardır da, yəni bu fənlər Əlbəttə. arası proseslər ki baş verir, bunlar özünü həm də festival zamanı da göstərdi ki, bu sonuncu festivalda xüsusilə mən onu gördüm ki, sanki bu multidisiplinarlıq iki müstəvidə gedirdi. Həm səhnədə biz bunu görürdük ki, müxtəlif sahələr birləşir əsərlərin içində. Həmçinin də zalda, məsələn, biz təkcə zaldakı dinləyicilərin arasında musiqiçiləri görmürdük. Burada müasir musiqiyə çox böyük həvəslə qulaq asan, tədbirlərimizə mütəmadi gələn rəssamlar, gənc rəssamlar var. Gənc yazıçılar və şairlər var. Bu özü də çox maraqlı bir faktdır və əslində festival sayəsində sanki və yaxud da ümumiyyətlə bütün bu cəmiyyətin gördüyü layihələr sayəsində sanki bu belə deyək, kollaborasiyalar biraz da genişlənə bilər. Məsələn, ola bilər ki, hansısa rəssam dinlədiyi əsərdən müəyyən bir texnikanı öz əsərində istifadə etsin. Məsələn, biz bunun əksini Ayaz Qəmbərlinin Sfumato əsərində gördük. O, məsələn, rəssamlıqdakı sfumato texnikasını klarnet ailəsinə çox böyük ustalıqla götürmüşdü. Və yaxud da, məsələn, klassik Bayaq rubay. neo-impressionizmdən danışırdıq. Mən elə bunu nəzərdə tuturdum. Hə. Buyur. Hansısa mənada. Bir də, məsələn, Türkər Qasımzadənin sərf edilməmiş zəriflik əsərində klassik rubainin, məsələn, strukturu göstərilir. Yəni, bu da artıq ədəbiyyatla musiqinin belə deyək də bir tandemidir, kəsişməsidir ki, ola bilər ki, hansısa elə şair də dinlədiyi əsərin bəlkə, məsələn, ritmik strukturundan təsirlənib ona uyğun bir şeir yaza bilər.
Yəni hansısa mənada festival dönür bir laboratoriyaya çevrilir. Əlbəttə. Yəni bu laboratoriyada ölkələr arası, nəsillər arası, ixtisaslar arası tandemlər baş verir. Yeni ideyalar formalaşır və sizin dediyiniz o məsələ ki, məsələn, müasir musiqi bəlkə də dinləyib bu nədir, mən başa düşmürəm falan deyənlər, əminəm ki, indi də var. Yəni bu belə bir məqsəd yoxdur Şübhəsiz ki, var. 100% hamını cəlb eləyib dinlətmək lazımdır. Amma misal üçün düşünürsən ki, bütün 20-ci əsr boyu onsuz da bu sual həmişə çıxıb da ortalığa. Yəni müxtəlif filosoflar, musiqişünaslar, bəstəkarlar bu mövzuya, yəni cəmiyyətlə bu müasir musiqi arasındakı əlaqəyə çoxlu məqalələr həsr ediblər. Və yəni bu sual həmişə hamını düşündürüb də Theodor Adorno olsun, Pierre Boulez, Luigi Nono və sair. Yəni indiyə qədər də bu mövzu araşdırılır və əsas odur ki, yəni bilirsən ki, bu müasir musiqi ilə dinləyici arasında uçurum nədən əmələ gəlir də? Yəni belə nəticəyə gəlirik ki, bu sadəcə eşitmə vərdişi, səs, yəni dinlədiyin musiqiyə sən bir vərdiş kimi yanaşsan da artıq, yəni uşaqlıqdan bilirsən ki, musiqi nədir? Və sonra tamamilə başqa bir səslənmələrlə, səsin yeni formaları ilə rastlaşanda bu səni təəccübləndirə bilər, hürküdə bilər, amma qəbul eləmək lazımdır ki, yəni müasir musiqi həm də insanı düşündürür. Onun hansısa sensor təcrübələrini genişləndirir. Və yaxud da yəni sən sanki dinləyici olaraq bəstəkarla bir dildə düşünərək belə deyək də onu ilə həm müəllifə çevrilə bilirsən. Yəni nəticədə sən bu tədbirlərin sonunda bir düşünən beyinə çevrilirsən. Həyatıma rəng qatırsan. Yəni bu baxımdan yəqin ki, gənclərə də maraqlı olmalıdır və görürük ki, məsəl üçün bir dəfə tədbirimizə gələn çox hallarda növbəti dəfə yenə gəlir. Çünki Yeri hamıya gəlmiş çox bu maraqlı olur. mənada, Bu da sən çox deyən xoş bir mənada hal. qeyri-musiqiçilər daha yaxşı qavrayırlar. Nə qədər təəccüblü olsa da. Çünki musiqiçilər klassikanın bu ağır çəki daşları ilə, tutaq ki, tonal harmonik sistemin çəki daşları ilə Hı -hı. yükləniblər və onlar üçün bu dəhşətli bir səs Bəli, yoludur. Amma qeyri-musiqiçilər bunu obrazlı şəkildə qavrayırlar və tamam başqa bəli. cür baxırlar bu Doğrudur. üçün. Bu paradoksdur, amma bu belədir həqiqətən də. Sara, Hı sizə -hı. yalnız uğurlar arzu edə bilərəm. Gələcəkdə festivalın Çox sağ çərçivəsini bəlkə olun. daha da genişləndirmək olar. Bəlkə conceptual art yaxud başqa bir formada multidisiplinar sən demişkən konsertlər yaxud başqa bir tədbirlər sırası da, yəni düşünmək olar. Formatı Çünki dəyişmək format lazım. bütün Bəli. dünyada müasir musiqi, çağdaş musiqi lap marginallaşır, lap gettoya dönür. Hı -hı. Zalda 5 nəfər, 10 nəfər oturmaq şərti ilə tamam marginal bir studiya çevrilir. Ya da ki, bu yeni bir format axtarışlarıdır, multidisiplinar. Həqiqətən də bu belədir. Sizə istənilən halda uğurlar işlərinizdə, gələcək Çox tədbirlərdə sağ olun. gözləyirik. Festivallar da yəqin ki, davam Çox sağ edəcək. olun. Minnətdaram. İnşallah. Minnətdaram bütün işlərinizə görə və Mən də sizə söhbətə görə. minnətdaram. Hələlik sağ olun. Çox sağ olun. Sağ olun.